Evli adamla münasibət yaşayan insanlar, böyük ehtimal həmin insan sizi həyatının mərkəzinə almır və almayacaq da. Sadəcə siz onun egosunun mərkəzindəsiz. O sizin yanınıza gələndə yoldaşı ilə münasibəti daha da pisləşməyəcək. Əksinə, daha da yaxşı olacaq. Necəmi? Sizin yanınıza tükənmiş, yorğun, bezmiş, yüklənmiş formada gələcək və siz ona qayğı, diqqət, sevgi, şəfqət, təmin olma, onu ucaltma kimi düşüncələri, duyğuları ona yükləyəcəksiniz və o da həmin duyğu ilə, enerji ilə və daha yüksək bir özgüvənlə öz ailəsinin yenidən yanına qayıdacaq və sizin vasitənizlə, sizin səbəbinizlə evliliyinin daha da möhkəmlənməsi halı özünü göstərəcək. Bəs o sizə nə verəcək? Onun sizə verdiyi isə çox böyük bir qeyri-müəyyənlik. Nəyin qeyri-müəyyənliyi? Sevirmi, sevmirmi? İstəyirmi, istəmirmi? İstifadə edir? Yoxsa həqiqətən mən ona lazımam? Arxamda duracaqmı, durmayacaqmı? Məni özü üçün bir mərhələ olaraqmı istifadə edir? Yoxsa məni həyatının bundan sonraki parçası olaraqmı görür? Boşanacaqmı, boşanmayacaqmı? Bu kimi qeyri-müəyyən düşüncələrlə zehniniz ondan gələn zəngə, ondan gələn mesaja, ondan gələn hansısa bir xırda diqqətə bağımlı halına gəlir. Və bu halda siz toksik bir münasibət yaşamağa başlayırsınız. Əgər bir insan uzun müddətdir, 6 aydan çoxdur, sizlə bir yerdədir, buna baxmayaraq hələ də evlidirsə, böyük ehtimal heç vaxt boşanmayacaq. Siz bu məsələdə sadəcə özünüzə yönəlin, özünüzə baxın. Nəyə görə mənim ruhumun üçgən münasibətə ehtiyacı var? Nəyə görə mənim ruhum sevgi münasibətində, bağlılıq münasibətində özünə bir rəqib axtarır və o rəqibə qalib gəlməyə çalışır? Böyük ehtimal bu sualların cavabı sizin uşaqlıq hekayənizdədir. Hər hansısa bir insanın sizdən istifadə edərək daha yaxşı hiss etməsinə, sizə isə qarşılığında daha pis duyğular yükləməsinə icazə verməyin.